Bərdə rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə rayon ərazisində yol hərəkət təhlükəsizliyinin təmin edilməsi, yol nəqliyyat hadisələrinin və atmosferin nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə rayon ərazisində reyd keçirilib. Yoxlamalar zamanı atmosferə normadan artıq zəhərli qaz ixrac edən 50 avtomobilin sürücüsü barəsində inzibati qaydada protokollar tərtib edilib. Davam etdirilən tədbirlər zamanı digər qayda pozuntularına yol verən sürücülər də aşkar olunub. Hansı qayda pozuntusuna görə siz Normadan artıq olduğuna görə mən protokol dərməliyəm. Dəm qazı ilə bağlı reyd keçirdilər, saxladılar. Maşından artıq dəm qazı çıxmadığına görə protokol təqdim olunmadı. Polis əməkdaşları həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparıb. Yol hərəkət qaydaları bir daha onların diqqətinə çatdırılıb. Qayda pozuntusuna yol vermiş 25 sürücü isə inzibati qaydada məsuliyyətə cəlb edilib. Qeyd edək ki, Bərdə rayonu ərazisində tərtib edilmiş tədbirlər planına uyğun olaraq hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək. Bərdə Dövlət Yol Polisi bölməsinin Yol Patrul Xidməti inspektoru Hətəmov Rəşad hava aylığı ilə bağlı tədbirlər planına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə reydlər keçirilir. Reyddə 50-yə yaxın inzibati qaydada protokol tərtib olunmuşdur. 10 avtomaşın müvəqqəti duracağa təmin olunmuşdur. Vüsar Rafiqoğlu, Rauf Qarabağlı, Vəfa Hüseynova, Aran TV Bərdə.